olmasaydı, operatorun kamerasını qırardım. Bəs siz günah olmasaydı nə edərdiniz? Tatu vururardım. Mən də elə düşünürəm. Niyə Tatonun günah olun? Deyil, məsləhətlidir. Günah olmasaydı, pislik eləyərdim. Zaten yenə də eləyirəm. Pislik yapacağım. Hə? Pislik yapacağım. Pislik yapacağım. Günah olmasa, belə əslində mən elə dindar deyiləm, ona görə belə bir şeyin günah olmamağı mənim etmək istədiyim şey üçün bir maneə törətmirdi. Amma belə dindar olsaydım, elə bir perspektivdən günah olmasaydı, mahnıya qulaq asmaq günahdır, məsələn, mən mahnıya qulaq. Mahnıya qulaq asmaq günahdır. Belə dərindən fikirləşəndə, hə, mahnıya qulaq asmaq dini tərəfdən günahdır. Heç nə eləmərəm, günahdan qorxuram çünki. Amma deyirlər ki, günah olmayacaq da, nə eləsəz, yəni olar. Yenə də eləmərsiniz. Eləmərəm. Kasbın haqqına girərdim. Yəni Niyə kasıbın? Niyə kasıbın bəs? Niyə kasıbın? Varlığının içinə gir. Allah hamı girə bilirsə, mən günah olmayan yerə girməyim. Niyə kasıbın? O kasıbın nəyi var ki, onda haqqına girirsin? Günah deyildi, nə bilim. Ağlıma o gəldi. Bizim haqqımızda çox girlər ona görə. Kasıblar? Neyinə ki kasıblar? Yox, hamı. Kasımın da kafasını alayım, ayrılın da. Biz özümüz də kasıbıq. Hadi siz kasıbsınız və kasıbın haqqına girirsiniz, elə olur. Günah olmasaydı ne ederdim? Öyle bir şey var. Bu da fikrime gelmiyor öyle bir şey. Yok, yok, yok. Yine günah eləməzdim. Yenə eləməzdin. Bəli, eləməzdim. Günah olmaz ümumiyyətlə. Oğurluq eləyərdim. Niyə uğurlu? Çünki yəni oğurluq eləyib günaha veçin olmayan o qədər müsəlman olmayan var, dinə inanmayan var. Yəni oğru olub da yaxşı yaşamaq olur. Mən ümumiyyətlə inanclı biriyəm də, elə bir düşüncəm yoxdur. Ola belə ağlıma bir şey gəlmir, adı spesifik. Çox güman ki, çox bir dəyişməz elə, eyni standart gedər.